Hər kəsə salam dostlar. Sizlərlə mən Ecom Universe AS markasının qurucusu Romay Ayvazov. Sizlərlə biz bu günləri eBay hesabı, daha doğrusu biz eBay dropshipping etdiyimiz üçün eBay hesabı atacaq. Videomuz çox uzun olmayacaq. Maksimum 6-7 dəqiqəmizi çəkəcək və sizdən xahişim odur ki, kanalımıza abunə olub videolarımıza like edib bizə dəstək olasınız. Bildiyiniz kimi dostlar, eBay dropshipping edərkən birinci növbədə sizin eBay hesabınız olmalıdır və artıq eBay hesabınız olduqdan sonra bir müddət sonra biz onu satıcı hesabına çevirəcəyik və satıcı hesabını çevirdikdən sonra artıq biz mütəmadi olaraq öz satışlarımızı həyata keçirəcəyik. Bəli, yeniyik, daha doğrusu yeni başlamışıq, amma buna baxmayaraq məqsədlərimiz, hədəflərimiz böyükdür. İnşallah ki, yaxşı bir yerlə, daha çox yüksəklərə, zirvələrə qalxmaq üçün əlimizdən gələn nədirsə, hamısını eləyəcəyik və rəqiblərimizdən də qat-qat üstün olacaq ki, biz buna inanırıq. Yəni, inanmaqla həqiqətən hər addım sizi qlobal uğura aparır. Bu yol uzun yoldur, təbii ki, əziyyətli yoldur, amma bu yolun sonunda nə var? Firavanlıq var. Nəticə var. Təbii ki, biz o nəticəyə çatmaq üçün əlimizdən gələnin ən yaxşısını sizlərlə bir yerdə edəcəyik və sizin də bizlərə dəstəyiniz vacibdir. Elə isə dostlar, keçək birinci mərhələyə. Əvvəlcə brauzerin axtarış hissəsinə eBay yazırsınız və açılan ilk sayta daxil olursunuz, yəni www.ebay.com saytına daxil olursunuz. Və daxil olduqdan sonra mənim əzizlərim, yuxarı hissədə, sol hissədə register, qeydiyyatdan keç bölməsi var. Bura daxil olursunuz. Və bura daxil olduqdan sonra belə bir deməli səhifə çıxır qabağımıza və burada mağaza yaradarkən mağazamızın alıcı və yaxud da ki, yəni personal, şəxsi və yaxud da ki, biznes olduğunu seçməliyik. Təbii ki, personal, yəni individual olsa daha yaxşı olar. Biznesə növbəti mərhələlərdə artıq mağazamızın inkişaf edən, daha çox satış əldə etdiyimiz dövrlərində artıq biznesi çevirə bilərsiniz. Biz bu günləri yəni şəxsi hesab atacağıq, daha doğrusu. Əvvəla siz burada adınızı, soyadınızı, yəni email ilə də daxil ola bilərsiniz. Mən özüm Google-la daxil olacam və öz hazır Gmailim olduğu üçün mən Google-la daxil olacam. Yəni istərsəz Apple və yaxud da ki, Facebook-la da daxil ola bilərsiniz. Mən burada Google hissəsindən daxil oluram. Və burada hesab seçməyimiz lazımdır. Təbii ki, Ecom Universe AS@gmail.com-la mən qeydiyyatdan keçəcəm. Və bəli, burada davam etdik bölməsinə daxil olursunuz. Və bəli, buradan last name istəyir. Yəni, last name-ə məncə ehtiyac yoxdur. Amma yarısını burada yaza bilərik. Bəli. Və create account yazdıqdan sonra burada siz öz nömrənizi qeyd eləməlisiniz. Bəli, burada öz nömrənizi qeyd edirsiniz. Və sizin nömrənizə bunlar doğrulama kodu göndərir və continue hissəsinə daxil olursunuz. Və sizin telefon nömrənizə 6 hərfli kod gəlir. Siz onu daxil etməlisiniz bura. Bəli, kodumuz da gəldi. Kodumuzu yazaq bura. Kodumuzu yazdıq. İndi gözləyirik. İptal bölməsini yazırıq. Burada sizin daha çox barmaq izi falan istəyir. İstəsə də eləyə bilərsiniz. Mən skip for now hələ etməyəcəm. Skip for now eləyə bilərsiniz.
Və bəli, biz artıq eBay hesabımızı açmış olduq mənim əzizlərim. Təbii ki, hesabımız alıcı hesabıdır, hələlik ki, və biz bunu 1-2 həftə ərzində, daha doğrusu, belə deyək, gəzdikdən sonra əvvəla biz bunu, belə deyək, biznes hesabına, yəni satıcı hesabına çevirməzdən əvvəl biz eBay-in güvəni qazanmalıyıq ki, eBay bizi alqoritmada dropshipping yox, bir alıcı kimi nəzərdə keçirsin və bir həftə, 2 həftə normal məsəl üçün məhsullara baxın. Ən azı gündə bir saat gəzin, edin. Tutaq ki, bu məhsullara baxın. Tutaq ki, burada bu $190-dır. Tutaq ki, hər hansısa bir tədarükçüdə bunun tutaq ki, maya dəyəri nə qədərdir, siz bunu neçəyə sata bilərsiniz. Yəni, belə deyək, analiz xarakterli bir həftə, 2 həftə belə normal gəzsəz daha yaxşı olar. Məhsul analiz edin, girin, çıxın, yəni biraz vaxt keçirsəz daha yaxşı olar. Və artıq ondan sonra növbəti mərhələni mən sizlərlə bir yerdə artıq növbəti videoda izah edəcəm. Yəni, böyle bir şey yoxdur. Yəni, dediyim kimi bir həftə, yəni hər gün 1 saat minimum eBay hesabınızda gəzsəz daha yaxşı olar ki, eBay sizi dropshipper kimi yəni görməsin. Əks təqdirdə sizi banlaya bilər və yaxud da ki, suspend edə bilərsiniz. Hesabınızı bağlaya bilər. Onun üçün də yaxşı olar ki, dediyimi əməl edəsiniz və inşallah ki, növbəti mərhələdə artıq biz pul hesabı satış etmək üçün biz artıq onu satış hesabına çevirəcəyik və satış hesabına çevirdikdən sonra artıq biz Payoneer hesabımızı da ona bağlayacağıq və artıq ondan sonra isə biz müxtəlif məhsullar test edəcəyik, yoxlanış keçirəcəyik, müxtəlif məhsullar analiz edib artıq satışlarımıza başlayacağıq dostlar. Videomuz bu qədər idi. Ümidvaram ki, məni anladınız və bizə dəstək olmağınız da çox önəmlidir. Bəyəninizi, abunənizi bizdən əsirgəməyin. İnşallah Ecom Universals ailəsi olaraq inşallah ki, məqsədlərimizə çatarıq. Daha da geniş miqyaslı işlər görərik. Sağ olun, hələlik.